köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Bu tədbirlərimiz ölkənin bir çox ərazilərində, rayonlarında keçirilmişdir. Bugünkü gündə tədbirimiz Gəncə şəhərinə təsadüf edir. Gəncə şəhərində bugünkü kifayət qədər məcburi köçkünlər iştirak etdi və özlərinin geri qayıdışı ilə bağlı hüquqi maarifləndirməyə dair suallarına cavab verildi. Bacardığım qədər hüquqi yardım göstərməyə çalışdım. Biz hər zaman vəkillər, hüquqşünaslar, bütün vətəndaşlar, deməli, qaçqınlarla, məcburi köçkünlərlə, şəhid ailələri ilə, qazilərlə mütəmadi görüşlər keçirməyə çalışırıq. Belə tədbirlərin tez-tez keçirilməsini çox istəyirəm. Çünki mən bir məcburi köçkün, bir şəhid oğlu kimi hüquqi yardımları, hüquqi məsləhətləri aldım. İstəyirəm ki, indən sonra da başqa məcburi köçkünlər bu hüquqi yardımlardan yararlansınlar. Qaçqın.com və Vəkillər Kollegiyasının təşkil etdiyi hüquqi yardımda mən də iştirak etdim. Gələcəkdə belə tədbirlərin çox olmasını arzu edirik. Bugünkü tədbirə gəldik, iştirak elədik. Oradakı o abadlıq, quruculuq işləri ilə tanış olduq, baxdıq. Sağ olsun hökumətimiz yaxşı işlər görübdü və sonra hüquqi yardımla maraqlandıq, müraciət etdik. Çox sağ olun, dövlətimiz də sağ olsun.